İtkin düşmüş soydaşlarımızın yaxın qohumlarından 11 mindən artıq bioloji nümunə toplanılmaqla müvafiq genetik laboratoriyada sistemləşdirilib. APA xəbər verir ki, bu sözləri baş prokuror Kamran Əliyev rəsmi mətbuata müsahibəsində deyib. O bildirib ki, işğaldan azad edilmiş ərazilərdə aparılan qazıntılar zamanı aşkarlanan 29 kütləvi məzarlıqdan təxminən 800-ə yaxın meyit qalğı çıxarılaraq ekspertizaya göndərilib. Məhkəmə molekulyar genetik ekspertizanın nəticəsi olaraq 1-ci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 203 nəfərin şəxsiyyəti eyniləşdirilərək ailələrinə təhvil verilib, qanunvericiliyin tələblərinə və milli dini ənənələrə uyğun dəfn olunub. Baş prokuror qeyd edib ki, itkin kimi qeydiyyata alınan 3990 nəfərdən 3984 nəfəri 1-ci Qarabağ müharibəsində, 6 nəfər isə 44 günlük vətən müharibəsində itkin düşüb. Onlardan 3211 nəfəri hərbçi, 779 nəfər isə mülki şəxsdir.